Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və məktəbimizin hörmətli şagird kollektivi. Bugün efirdə səslənən sözlər adi bir tarixi xatırlama deyil. Bugün danışacağımız mövzu xalqımızın tarixi yaddaşında qanla, istirabla və eyni zamanda milli iradə ilə həkk olunmuş bir gündür. Bugün 31 Mart Azərbaycanlıların soyqırım günüdür. Mən Lənkəran rayonu Yuxarı Nüvədi kənd tam orta ümumi təhsil məktəbinin 7B sinif şagirdi, Gələcəyin İşığı FM məktəb radiosunun aparıcısı Mədinə Babayeva. Bu verilişdə sizlərlə birlikdə tarixi faktlarla söykənərək, elmi əsaslarla və rəsmi üslubla bu faciəli günün mahiyyətini, səbəblərini, nəticələrini və bugün üçün danışdığı dərin mənanı diqqətinizə çatdıracağam. 31 Mart Azərbaycan xalqının kollektiv yaddaşında milli faciə, eyni zamanda milli dirəniş və həqiqət uğrunda mübarizə rəmzi kimi yaşayır. 20-ci əsrin əvvəllərində, xüsusilə 1918-ci il mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı birləşmələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı məqsədli, sistemli və kütləvi qırğınlar həyata keçirilmişdir. Bu hadisələr təkcə hərbi toqquşmalar deyil, açıq şəkildə etnik və dini mənsubiyyətə görə həyata keçirilmiş soyqırım aktları idi. Tarixi mənbələr, arxiv sənədləri və müstəqil tədqiqatlar göstərir ki, 1918-ci il mart hadisələri əvvəldən planlaşdırılmış, ideoloji əsaslara söykənən və siyasi məqsədlərə xidmət edən cinayət toplusu olmuşdur. Bakı Soveti və Daşnak silahlı dəstələri tərəfindən həyata keçirilən bu qırğınlar nəticəsində minlərlə Azərbaycanlı qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, dini və mədəni abidələr məhv edilmişdir. Soyqırım anlayışı beynəlxalq hüquqda müəyyən edilmiş konkret kriteriyalarla əsaslanır. Bu kriteriyalara müəyyən bir milli, etnik, irqi və dini qrupa tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilən əməllər daxildir. 31 Mart hadisələri bu anlayışın bütün hüquqi və elmi göstərilərinə tam uyğun gəlmir. Qırğınlar zamanı Azərbaycanlı əhalinin yalnız kimliyinə görə hədəf seçilməsi bu cinayətlərin təsadüfi deyil, planlı və məqsədi yönlü olduğunu sübut edir. Faciənin miqyası təkcə Bakı ilə məhdudlaşmır. Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə də oxşar vəhşiliklər törədilmişdir. Xüsusilə Quba qəzasında aşkarlanmış kütləvi məzarlıqlar bu hadisələrin miqyasını və amansızlığını elmi faktlarla təsdiqləyir. Arxeoloji və antropoloji tədqiqatlar nəticəsində aşkar olunan insan qalıqları soyqırımı faktını danılmaz sübutları kimi tarixə düşmüşdür. Uzun illər ərzində bu hadisələr siyasi səbəblərdən lazımi səviyyədə araşdırılmamış, beynəlxalq ictimaiyyəyə dolğun şəkildə təqdim edilməmişdir. Yalnız Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi, sonra tarixi həqiqətlərin üzə çıxması üçün sistemli və məqsədyönlü fəaliyyət başlamışdır. Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 Mart tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi rəsmən təsbit edilmişdir. Bu qərar tarixi ədalətin bərpası yolunda atılmış mühüm addım olmuşdur. Bu günün qeyd edilməsi yalnız keçmişə qayıdış deyil. Bu gün həm də tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərin obyektiv tarixi biliklər əsasında yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarix yalnız xatırlamaq üçün deyil, dərs götürülmək üçündür. 31 Mart hadisələri bizə göstərir ki, milli birliyin, siyasi ağayıqlığın və dövlətçiliyin qorunması hər zaman həyata əhəmiyyət kəsb edir. Elmi tədqiqatlar sübut edir ki, soyqırım cinayətlərinin tanınılması və cəzasız qalması bu cür hadisələrin təkrarlanması riskini artırır. Məhz buna görə də Azərbaycan dövləti beynəlxalq platformalarda 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin tanıdılması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Tarixi faktların sənədlərlə, elmi araşdırmalarla və sübutlarla təqdim edilməsi mübarizənin əsasını təşkil edir. Gənc nəsil üçün bu mövzunun öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə, ali təhsil müəssisələrində və ictimai müzakirələrdə bu hadisələrin elmi əsaslarla izah edilməsi, şagirdlərin və tələbələrin tarixi şüurunun formalaşması xidmət edir. Tarixi bilən, keçmişini anlayan və düzgün dəyərləndirən gənclik gələcəyini daha möhkəm təməllər üzərində qurmasının əsas təminatlarıdır. Bu
Bugün biz faciəni anlamaqla yanaşı, soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik. Eyni zamanda bugün biz milli ləyaqətin, tarixin, həqiqətin və ədalətin qorunması yolunda səylərimizi bir daha ifadə edirik. Azərbaycan xalqı tarixi boyu ağır sınaqlardan keçmiş, lakin heç vaxt öz milli iradəsini itirməmişdir. Mən Mədinə Babayeva bir şagird və gənc vətəndaş kimi bu efirdə səslənərək demək istəyirəm ki, 31 mart yalnız matəm günü deyil. Bu gün həm də milli yaddaşın tarixi, həqiqətlərin və gələcəkə yönəlmiş məsuliyyət günüdür. Biz keçmişi unutmadıq, nifrət deyil, ədalət və həqiqət üzərində qurulmuş gələcək naminə çalışmalıyıq. Sözün sonunda qeyd etmək istəyirəm ki, tarixə biganə yanaşmaq, gələcəyə biganə yanaşmaq deməkdir. 31 mart Azərbaycanın soyqırım günü bizə xatırladır ki, milli yaddaş qorunduqca xalq yaşayır. Tarix unudulduqda isə faciələr təkrarlanır. Bugün ağır, lakin zəruri mövzunu birlikdə dinlədiyimiz üçün hər birinizə təşəkkür edirəm. Qoy tariximizin acı səhifələri bizə dərs olsun. Milli birliyimiz, dövlətçiliyimiz və gələcəkdə inanılmaz daim möhkəm qalsın. Gələcəyin İşığı FM radyosunun efirində səslənən bu verilişlərə sizlərlə sağollaşıram. Tarixi unutmayaq, həqiqəti qoruyaq və gələcəkdə məsuliyyət altındayıq.